səhv eləmirəmsə iki dəfə insan ölümü ilə nəticələnən yol hadisəsi baş verib. Orada vurdu, maşın vurma ilə yerində apardıq dəfn elədi. Piyada keçidin üstündə maşın saxlayıblar. Piyada oradan keçə bilmedi rahat. Mən özüm dəfələrlə olubdur ki, piyada keçidindən keçəndə maşın gəlib sürətlə keçir. Ondan sonra piyadalar da keçir o pisi yollarla, vuranda deyirlər piyadalar ucuna. Amma yəni piyadanın yolun üstündə saxlamısan. Piyada zolağı, piyada səkiləri. Hətta yolun hərəkət hissəsində avtomobillər park edilib. Məsələn, piyada zolağının üzərində saxlanan bu maşının illərdir burada olduğu deyilir. Çəkiliş apardığımız bu ərazi paytaxtın Nizami rayonu Elşən Süleymanov küçəsidir. Avtoservislərlə dolu olan bu küçədə piyadalar üçün şərait sıfıra bərabərdir. Bütün boş ərazilər təmirə ehtiyacı olan avtomobillər tərəfindən zəbt edilib. Bura Elşən Süleymanov küçəsidir. Demək olar ki, bura həm istismar müddətini bitirən, həm də təmirə ehtiyacı olan avtomobillərin parkına çevrilib. Məsələn, qarşısında dayandığımız bu avtomobil dövlət qeydiyyat nişanı üzərindən sökülüb və piyada səkisinin düz üstündə park olunub. Bu hissədə isə piyada səkiləri avtomobillər tərəfindən tamamilə zəbt olunub və piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur olurlar. Birinci növbədə həm piyadalarımıza çətinlik yaradır. İkinci növbədə həm biz sürücülərə. Çünki bu yolda məsəl üçün 2 dənə yanmaya maşın gedə bilərsə, hal-hazırda buna görə heç kim gedə bilmir. Qanuna uyğun deyil də. Bu səkidə maşın saxlamaq səkili piyadalar üçün nəzərdə tutulubdur. Piyada yəni keçmək üçün, insanlar üçün. Təbii də təmirə gələn, görürsünüz, dövlət nömrə nişanı da yoxdur. Servisə gələn, bu yol fikir verin yol qıraqları, bu yol bu vəziyyətdədir həmişə. Burada maşın nətəri gəlibsə, yolun qırağında, deyim ki, yolun ortasında vurub getmiş. Avtoservis işlədənlərin əksəriyyəti müsahibə vermədi. Bəziləri isə həmin avtomobillərin onlara aid olmadığını bildirdi. Bu maşınların heç biri bizə aidiyyəti yoxdur. Bu maşınlar çoxdandır burada qalıb. Bunlar köhnə maşınlardır. Gətiriblər 2-3 ildir burada qalıb. Bu maşınlar bizim elə öz maşınlarımızdır, öz ərazimizdə. Oradakı qabağında. Bunlar kimindir? Piyada səkisində biraz. Hə, bunlar bugün gəlib götürəcək bunları. Elə çəkiliş vaxtı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Müraciətimizdən dərhal sonra əraziyə Nizami rayon polis idarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları yaxınlaşdılar və tədbirlərə başlandı. Nömrəsiz avtomobillər duracağa aparıldı, digər qayda pozanlara isə yerindəcə protokol tərtib edildi. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirdi ki, ərazidə qanuna müvafiq bütün tədbirlər görüləcək. İslam Əşrəfov, Cabbar Qaryağdıoğlu, Kəmalə Əlmuradova, Xəzər xəbər.